Ey Əba Cəfər, cəmaat Həsən və Hüseyn barədə danışır. Həsən və Hüseyn əleyhissalam haqqında nə deyirlər? Deyirlər ki, Həsən və Hüseyn Peyğəmbər övladı deyirlər. Əksinə, ərinin övladı olduğunu iddia eləyirlər. Onlara hansı dəlillər gətirdin? Nuhu da onlardan öncə hidayət elədik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı, Harunu, biz yaxşılıq eləyənləri bu cür mükafatlandırırıq. Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası da hidayət elədik. Onların hamısı salihlərdən idilər. Allah Taala İsa'nı ana tərəfindən İbrahim əleyhisselamın nəslindən qərar verdi. Afərin. Onlara yenə dəlillər gətirdik ki, Allah Taala belə buyurub. Gəlin biz öz övladlarımızı, siz öz övladlarınızı. Biz öz qadınlarımızı, siz öz qadınlarınızı. Biz özümüzü, siz də özünüzü çağıraq. Bəs onlar nə cavab verdilər? Düzü onlar belə iddia eləyirlər ki, qızdan olan uşaq nəsildən sayılmır. Allaha and olsun ey Cabir. Sizə Allahın kitabından elə bir dəlil gətirəcəm ki, onların Peyğəmbər Salavatullahın nəslindən olduğunu təsdiq edəcəksiniz. Bunu yalnız kafir inkar edə bilər. Sənə fəda olun, bu hansı ayədir? Bu barədə buyurulub, Məhrəm adlanan 7 dəstə, analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınız və bacılarınızın qızları, eləcə də süd analarınız və süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz arvadlarınızın himayəsində olan qızları, əgər onlarla yaxınlıq etməmisinizsə, onda sizə bir günah yoxdur. Eləcə də sizin belinizdən olan evlatlarınızın arvadları. Ey Cofi, onlardan soruş ki, Peyğəmbər Salavatullah Həsən və Hüseynin arvadları ilə evlənə bilərmi? Əgər desələr ki, Peyğəmbər Salavatullah Həsən və Hüseynin arvadları ilə evlənə bilər, Allaha and olsun ki, yalan söyləyərlər. Əgər desələr ki, Peyğəmbər Salavatullah Həsən və Hüseynin arvadları ilə evlənə bilməz, bunda heç bir eybi yoxdur. Bu da bir daha sübut edir ki, onlar Peyğəmbərin nəslindən sayılırlar.